6. Buna 209. Uşaqlar, bir-biri yazmalıyıq. 3 artır. 212 eləyir də. Sonra 3. Buradan o üzərini 4 dənəsini 4 ədədi. Rum rəqəmi ilə yazın. 213. Bir dəqiqə. Bir neçəni artıb. 3 artıb uşaqlar. 3 gəlib. İndi 3 gələndə 215, 3 gələndə 218, 3 gələndə 221. 221. İndiyərən deyirik ki, növbəti 4 rəqəmi deyir. Rum rəqəmi ilə göstərin. 214. 2 dənə C göstərərəm. 14-ü necə yazaram? 10, bu da 4. Bir dəqiqə, 212-dir. 212 uşaqlar. 212. 10, bu da 10. Sonra 215. Sonra C. Da 10, da 5. 218. C. 210 və 8. Sonra 221'i necə yazıram? 220 da 1. Oldu bu şəkildə. İndi keçirəm ikincisinə baxırıq. D nədir? 500'dür. 3 dənə C 100'dür. Olur 800. Bu da 5. 805. Sonra 805. Sonra bu da D 500'dür. Bu da 2 dənə eləyir. 500, 700, 100, 200, 700, bu da 55. 500, D'miz 500'dür. Üstünə gəlir 2 dənə 100'ü, 200'ü dayanıb. Üstünə də gəldim 55. Ne eləyir? 575. 575. Baxın, yenə deyirəm. Bu D 500'dür. 2 dənə C 100 eləyir 700. Ay 100'dür. 200 eləyir. Bu da 200. O da 55. Ne eləyir? 755. 755. 755. Demək bu 755. Bu 805 elədi. Bu 755 elədi. Sonra baxıram D'miz 500, 2 dənə 100, 700, 500, 200, 700, bu da 5. Ne elədi? 705. Demək bu uşaqlar 50-50 azalma gedir. 50-50 azalır. 705'dən də 50'ni çıxmalıyam. 655 eləyir. Demək mən bura 655. Növbəti 4 rəqəmi tapmalıyam. Sonra 50 yenə çıxıram. 605 eləyir. Sonra 50 çıxsam 555. 50'ni baxın çıxıram yenə. 555 eləyir. Bu da 505. Gəlin bu 655'i əvvəlcə Rum rəqəmindən göstərək. 655. 600. Baxın,
500'ü yazaram. D. Bir dənə C yazaram. 50 yazaram. Bir də 5 yazaram. 605'e baxaram. D, C, bu da 5. Sonra indi 555'i yazıram. 500 dedim. 50'lıdır. Bu da 5. 555. Sonra 505'i yazıram. 505. 500'ü D. Bu da 5. 505. Elli C 100 D 500 M. İndi M'imiz nədir? 1000'dir. Bu da 3003. Sonra 1003. Buna nə deyilir? 1008. Buna nə deyirik? 1013. Görək 5 artıb uşaqlar. İndi biz bunun üstünə 5 gələcəyik. 1018. Növbətini 4 rəqəmi tapırıq. 1021. 1024. 1027. 5 yox, mən 5 azaltma. 5 artıb. 5 gəldi. 1018'in üstünə 5 gəlməliyəm. 23. 1028. 5 gəlməliyəm. 1033. İndi 1018'i yazıram uşaqlar. 1000'ə nə deyirik? M. 18. 10 da 8. Sonra buna 1018 dedik. 1023'ü yazıram. Baxın bunu yazıram. Bir yazmalıyıq. M 23 necə yazılır? 2 dənə 10'luq yazaram. 3 də bu. 1028. M 28'dən bu şəkildə. 1033. M 33'ü necə yazıram? Bu 3 dənə 10. 3 də budur. Yazdım. İndi 4-cüyə keçirəm. 4-cünü araşdırıram. 4'də nə deyir? D'miz 500'dür. 2 dənə 100'də, yəni 200 gəldi. 500'ün üstünə 200 gəldi. 700. 700 bu 10'dur. Bu da 50'dir. 40. 740. Bu da 7. 747. Keçirəm buna. Bu da 500, 2 dənə C. 700. Burada baxırıq 3 dənə 10. 730. Bu da 7. 737. İndi keçirəm növbətiyə. Bu D. Bir dənə 500'dür. Bunlar da 100. Neylədir? 727. 727. Növbəti ədədlərimizə baxırıq. Baxın 10 azalıb. 700 nə olur? 17. 10 çıxanda 707. Yenə 10 çıxıram. 7'si o üzdə. 3'ü də bu üzdə. 697. Yenə 10 çıxıram. Növbəti ədədlərimizi yazırdıq da. Bu 3'ünü yazdım. Baxırıq. 10'un çıxsam 687. Aha. 717'yə baxırıq. 717. Baxırıq.
500 D-də 200 də yanına gəlsən 2 dənə C-ni gətirdim. 17. 10, bu da 7. 707-yə baxırıq. D-miz 2 dənə də 100 gətsən. Bu da 7. Sonra 697. 600 D-yi bir dənə 100 gəzsəm 600 eləyirmi? 97, 90. Belə eləyək də. 10 qoysaq, C qoysan 90 verirmi? Çünki bu 10'dur, bu da 100'dür. 90 verirmi? 7'ni 697 dedim uşaqlar. Bəli, 697 araşdırırıq. 7'ni də bölüşür yazırıq. 2 dənə. Aha, 7 oldu. İndi 687'yə baxırıq. 687. Bir dənə 500 yazdım. Bir dənə də C yazdım. 600 oldu. 500, bu da 100. 600 oldu mu? 80 necə yazırıq uşaqlar? 50 yazaram. 3 dənə də 10 yazaram. 80 oldu. Bəli. 50, 60, 70, 80. 80, bu da 7.